İsrail Tehran sakinlərinə müraciət edib. Bu barədə İsrail Müdafiə Qüvvələri fars dilində müraciət yayıb. Qeyd olunur ki, paytaxtda hədəf kimi müəyyən edilən obyektlərə silah istehsalı mərkəzləri, hərbi bazalar və İran rejimi ilə əlaqəli təhlükəsizlik qurumlarından zərbələr endiriləcək. Sakinlərdən sözgedən ərazilərdən uzaq durmaları tövsiyə edilib. ABŞ-ın zərbəsinin beynəlxalq hüquq pozuntusu olduğunu hesab etmirəm. Bunu NATO baş katibi Mark Rutte deyib. Müttəfiqlər çoxdan razılaşıblar ki, İran nüvə silahı yaratmamalıdır. Biz əmin olmalıyıq ki, bu nəinki yaxın gələcəkdə, həm də 3, 5, 7 ildən sonra baş verməyəcək. Biz bunun nəticələri barədə dəfələrlə xəbərdarlıq etmişik. Buna cavab verəcəyik. Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi ABŞ-ın İran ərazisinə zərbə endirməsini şərh edərkən deyib. Musəvi Donald Trump'ın İrana hücumla bütün beynəlxalq qanunları pozduğunu qeyd edib. Serbiya bir sıra üçüncü ölkələrin müəssisələri vasitəsilə Ukraynaya hərbi məhsullar tədarük edir. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narishkin deyib. Bəli, doğrudan da bir sıra başqa ölkələrin müəssisələri vasitəsilə Ukraynaya Serbiyada istehsal olunan hərbi təyinatlı məhsullar verilir. İrana məxsus PUA İordaniya ərazisinə düşüb. PUA İordaniyada yaşayış ərazisinə çırpılıb. İranın nüvə təsisatları tamamilə dağıdılıb. Bunu Ağ Evin sözcüsü Karolina Levit deyib. Prezident Trump radikal bir rejimin nüvə bombasına nail olmasına və xalqımızı təhdid etməsinə mane oldu. Onların artıq nüvə silahı yaratmaq və dünyanı təhdid etmək qabiliyyəti yoxdur. Biz tam əminik ki, hədəfə aldığımız yerlərdə İranın zənginləşdirilmiş uran ehtiyatı saxlanılırdı. Prezident Trump nüvə münaqişəsinin önünü aldı. Əgər İranlılar diplomatik həll yoluna qayıtmasalar, niyə İran xalqı getdikcə zorlaşan bu hakimiyyəti dəyişməsin ki, deyə o qeyd edib. İran İslam Respublikasının təhlükəsizlik qüvvələri bu şəhər vilayətində uğurlu əks kəşfiyyat əməliyyatı keçirib. Nəticədə əhəmiyyətli sayda pilotsuz uçuş aparatı aşkar edilib və müsadirə olunub. Bu barədə İran mediası yazıb. Qeyd olunur ki, dronlar Mossad Kəşfiyyat Xidməti agentləri tərəfindən kəşfiyyat və təxribat əməliyyatlarının keçirilməsi üçün nəzərdə tutulmuş. Hazırda məsələ ilə bağlı geniş miqyaslı istintaq tədbirləri davam etdirilir. ABŞ Hörmüz boğazındakı vəziyyəti yaxından izləyir. Bu barədə Ağ Evdən məlumat verilib. İranı boğazı bloklamaq cəhdinə qarşı xəbərdar edirik. Rejimin Hörmüz boğazını bağlamağa cəhd etməsi axmaqlıq olardı. ABŞ-ın İrandakı nüvə obyektlərinə zərbə endirməsi Moskva və Vaşinqton arasında iki tərəfli diyaloqa təsir etməyəcək. Çünki bunlar müstəqil proseslərdir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. İranla strateji tərəfdaşlığımız var, lakin ABŞ-la da əlaqələrimizi bərpa etməyə çalışırıq. Hər ikisi bizim üçün çox vacib sahələrdir. İsrailin İranda hərbi hədəflərə zərbələrinin davam etdiyi bir vaxtda İran rəhbəri Əli Xameneyi bunkerdən mesaj göndərib. Bu barədə onun adına olan X hesabında paylaşım edilib. İsrail cəzalanacaq, cəzalanır və bu davam edəcək, Xameneyi qeyd edib. Qeyd edək ki, İsrailin İrana hava hücumlarının başlamasından sonra Əli Xameneyi və ailəsi gizli bunkerlərdən birinə köçürülüb. Onun İsrailin hədəfinə çevrilməmək üçün bütün elektron avadanlıqlardan və telefondan imtina etdiyi deyilir. İran hərbi hava müdafiə vasitələri ölkənin şimal-qərbində yerləşən Təbriz şəhəri üzərində İsrail uçuş aparatını vurub. Bu barədə Sepahın Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi məlumat verib. O vurulan uçuş aparatının növü barədə məlumat verməyib. İsrail ordusunun Tehrana zərbələrinin nəticəsində Sepahın xeyli sayda hərbçisi öldürülüb. Bu barədə İsrail ordusu məlumat yayıb. Tehrana zərbələr endirən ordu bölmələri Bəsic və Sepahın qərargahına hədəf alıb. Zərbələr zamanı Sepahın yüzlərlə hərbçisi öldürülüb. İsrail ordusu İranın Energetika Nazirliyinin binasına vurub. Bu barədə İsrail ordusu məlumat yayıb. İran mətbuatına görə İsrail son bir saat ərzində bu obyektləri hədəf alıb. Fordo nüvə obyekti, rejimə qarşı olanların saxlandığı həbsxana, Tehrandakı Şəhid Behişti Universiteti, Dövlət Yayım Qurumu,
İnqilab keşişçilərinin qərargahları, İran Energetika Nazirliyi, İsrailin məhv saatı. Baş nazir Benyamin Netanyahu və mənim göstərişlərimə uyğun olaraq İsrail hazırda Tehranın mərkəzindəki rejimin hədəflərinə və hökumətin repressiya orqanlarına, o cümlədən bəsic qərargahına, siyasi məhbuslar və rejim müxaliflərinin saxlandığı evin həbsxanasına, Fələstin meydanındakı İsrailin məhv edilməsi saatı, Sepahın daxili təhlükəsizlik qərargahına hücumlar edir. Bunu İsrail Müdafiə Naziri İsrail Kass deyib. İsrailə edilən hər hücuma görə İran diktatoru cəzalandırılacaq və hücumlar tam gücü ilə davam edəcək. İsrail ordusunun Tehrana zərbələri nəticəsində evin həbsxanasında dağıntılar baş verib. Həbsxanadakı dağıntılardan istifadə edən məhbusların bəziləri qaçmağa başlayıb. Türkiyə Hörmüz boğazının bağlanması ehtimalına qarşı orta dəhliz və inkişaf yolu kimi logistik layihələrin həyata keçirilməsi üzərində çalışmaqla tədbirlər görür. Bu sözləri Türkiyə Nəqliyyat Naziri Əbdülqadir Uraloğlu deyib. Hörmüz boğazının bağlanacağı təqdirdə quru və dəniz yollarımız olmalıdır. Ona görə də biz orta dəhliz və inkişaf yolu layihələrini həyata keçirmək üçün lazım olan hər şeyi edirik. İnkişaf yolunun 2,1 min kilometri bizim ərazimizdən keçir və biz ona 24 milyard dollara yaxın sərmayə qoyacağıq. Orta dəhlizi gücləndirməyə çalışırıq. Ərazimizdən keçən 2,2 min kilometrlik hissənin tikintisini başa çatdırmışıq. Onun sözlərinə görə, inkişaf yolunun tikintisi başa çatdıqdan sonra Avropaya çatdırılma müddəti 25 günə, orta dəhliz vasitəsilə isə 13 günə inəcək.